Değerli izleyiciler, hamını salamlayıram. Budur növbəti gün və növbəti tıraş videomuz. Deməli, bugünkü tıraş videonun səbəbkarları olacaqlar. Deməli, artıq tanınmış, deməli, bizim kanalda bir neçə dəfə təqdim olunmuş belə bir Simuk şirkətin porsuğudur, donuz qılındandır. Çox gözəl bir performansı var. Yəni çox gözəl performansı var. Bunu biz bir bu bardaq suya salırıq. Yəni su harısa buralardandır səviyyə. Yəni təkcə loft qalır suyun içində. Qoyuruq qırağa. Növbəti səbəbkar olacaq yoldaşlar. Yenə də Zingari sabun. Keçən dəfə performansından biraz narazı qaldım. İstəyirəm bu günləri deməli o etdiyim üzrlü sayın. Səsi kəsilmədi. Etdiyim səhvləri bu dəfə etməyim. Deməli, yenə də qaşıqla çox qəşəng qoxusu var, performansı da pis deyil. Amma görünən o idi ki, mən öncədən su aldım və həmin sunu qabda saxladım, kaş saxlamazdım. Yenə də üstündən götürürük qaşıqla. Bu qədər. Sabunu, deməli, çox hörmətli Vasif abi təqdim edib, Fransada yaşayan. Buradan yenə də təşəkkürlərimi bildirirəm, çox sağ olsun. Və Zingari bu sabunun sınaqları davam edir. Çox güman ki, bir neçə tıraş videomuzda sabun olaraq bu sabun olacaq. Həm performansı, qoxusu da xoşuma gəldi. Həm də ki, öz sınaqlarım da var. İstəyirəm ki, yəni ki, bu sabunun performansını tam bilək nə var nə yox. Beləliklə, azca su aldım üstünə. Çox az miqdarda. Çox az miqdarda, bilmirəm görə biləcəksiniz, yox, bu qədər. Qoyuruq qırağa və davam edirik. Növbəti səbəbkarlar olacaqlar. Artıq bizim kanalda təqdim olunmuşdu, üzrlü sayın. Bizim kanalda təqdim olunmuşdur artıq. Bəlli olan üz qırxanlardır. Biri deməli olacaq yenə də Game Changer. Game Changer'i bir neçə üz qırxanlarla baş-başa biz test edəcəyik, görək və müqayisə edəcəyik, görək hansı performansa məxsusdur. Sol tərəfdə həmişə kimi Game Changer. Sağ tərəfdə isə olacaq bizdə deməli Rockwell 6S üz qırxanın saxtası kompaniya tərəfindən istehsal olunan və görünən o idi ki, deməli bu saxtası daha azca belə deyək, necə deyim, bu sapına görədir, yoxsa nəyinə görədir, performansı azca xoşuma gəldi. Ergonomikası belə deyək də, istifadədə ergonomikası çox xoşuma gəldi. Ona görə mən bu dəfə kompaniyanın 4-cü piltədir. Əgər görə bilirsinizsə, buradadır yazısı ki, 4-cü piltədir, burada yazı var. Görə bilsəz əgər. Bunlara deməli keçən dəfə istifadə etdiyim Super Iridium Vizamet tiyələr ikinci istifadədə və hər bir bu üz qırxana həmin tiyədən yerləşdirirəm. Mən bunları sökürəm tez bir zamanda 3 parçaya və tiyələri də tez bir zamanda çıxardıb sizə göstərəcəm. Arada deyirəm ki, yəni kadr arxasında bunları etməliyəm əslində, amma görünən odur ki, yəni daha yaxşıdır ki, belə siz görə edim bunu. Deməli, Game Changer plitə ilə bu qapağın fərqi nədir? Burada plitəyə yerləşdirir, bu şpilkalar, çıxıntılar plitədədir və birinci, deməli, biz yerləşdiririk tiyəni plitənin üstünə, sonra örtürük qapağla, budur qapağımız, ehtiyatla budur, özünü tutdu və belənçiyinə, bu bizə Şahin abi örgədib, keçirdirik sapını. Sap deməli HD, yəni heavy duty sayılan bir çox belə deyək
Merkur'da istifadə edir bu dizayndan, yəni ki budur. Game Changer 084, yəni plitənin nömrəsi qərb 84 084 millidir. Qoyduq qırağa. İndi isə burada artıq qapaqdadır bu duracaqlar, şpilkalar və biz yerləşdiririk tiyəmizi ikinci istifadədə olan Super Iridium Vizamet tiyələrdir. 4-cü plitə. Deməli, burada necədir yoldaşlar? Hansı nömrə gördünüz? Deməli, o aqressiyada bu yerləşdirirsiniz. Bu tərəfdə 2 yuxarıda 2-ni görsəm, mən deməli, aqressiya 2-dir. Yəni, effektivlik 2-dir. 4-dir, deməli, 4 üzü yuxarı. Budur, görə bilsəz. 4 nömrə. Budur. Ehtiyatı əldən verməyək. Kəsmədim, yox. Və keçirdirik sapını. Budur, bu formada saxlayıram. Tam sıxdıq. Hər iki üz qırxan hazırdır. Bunları isti suya salın. Qalsınlar. İsinsinlər. Biz isə deməli burada əmələ gələn bu suyu üzümüzə çəkək ki hazır. Bizim fırçanı isə sudan belənçiyinə tam azad edirik. Budur, fırça susuz olur. Və qoyduq qırağa. İndi isə davam edirik yoldaşlar. Qabdan köpükləndiririk, lazım olduqca suyu özümüz əlavə edəcəyik damcılarla. Və deməli, yoldaşlar, hər iki üz qırxan kifayət qədər komfortlu və kifayət qədər effektiv üz qırxanlardır. Həm deməli, bu Rockwell 6S-in bu saxtası, həm də ki Game Changer 84 Razorok'un. Və birinci deməli 2 günlük saqqal, yəni 48 saatlıq Vizamet tiyələr. İkinci istifadədə 4-cü plitə Rockwell 6S-in saxtasında və başlayırıq böyümə istiqamətdə.
Budur yoldaşlar, deməli birinci pərdə sona yetdi. Bu Rockwell 4S-in saxtası ilə Comfort şirkətinin və Razorok. Başlayaq. Razorok Game Changer 84-cü plitə. Gördüğünüz kimi Game Changer daha tez bir zamanda saqqalı qırıqdı və heç bir şans saxlamadı deməli saqqalıma. Davam edirik yoldaşlar, ikinci pərdə üzümüzə köpüyü çəkib qaydıram yanınıza. Və yoldaşlar, ikinci pərdə öymənin əksinə üzürlü sayət tez bir zamanda silin burnunu. Rockwell'la bitirdi işimizi. İkinci pərdə indi Razorok, deməli Game Changer, böyümənin əksinə. Görək nə gəlir başımıza. Yoldaşlar, yadıma düşdü ki, aftershave sizə təqdim etmədim. İndi görəcəksiniz də. Mən tez bir zamanda üzümü bir növ isti su ilə yoxlayayım, görüm necə alındı bizim tıraşımız və sonda bir nəticə sərin su ilə yaxalanan sonra biləcəksiniz. Artıq fikrim var. Mən indi tez bir zamanda üzümü sərin su ilə yaxalayıb qaydıram yanınıza. Yoldaşlar, deməli aftershave olacaq bizdə. Çox hörmətli Orxan abi təqdim etdi test üçün. Arko aftershave, qoxusu deməli Gold Power, tıraş kolonyası aftershave collagen, Exotic Amber etkili. Görək, amber qoxusu var. Bəli, amber. Məndə burada digər bir amber bədən üçün belə Red One adlı amber var. Qoxular birə-birdir.
Və davam edirik. Nə qədərsə. Burada dozatoru var. Böyle pis də deyil. Aftershave qoyaq qırağa. Dünənki aftershave cool effekti verməli idi, sərinci. Amma görünən o idi ki, vermədi. Burada artıq üzümdə hiss olunur nəysə. Qıcıqlanma var. Keçən dəfəki tıraşdan fərqli olaraq bu game changer'ına deməli Rocco, Mülyənin Rocco ilə müqayisəsində üzdə bu qədər hiss olunmur. Çox qəşəng aftershave-dir. Qoxusu çox xoşuma gəlir, amber qoxusu. Qəşəngdir. Yəni ki, ən optimal qoxu amber qoxusu. Üzüm eyni ilə dünənki Arko kimi, dünənki deyəndə sırağa günkü Arko kimi belə yapışqandır. Və davam edək yoldaşlar. Mən bilmədim bu aftershave-in tərkibində alkoqol var ya yox. Çünki qıcıqlanmanı hiss etdim. Nə gözlərim görür bir şey, nə də ki, belə oxuya bilirəm ki, görə bilmədiyimə görə. Bilmirəm, görə bilsəz, pauzaya qoyub baxarsınız. Budur, deməli bizim aftershave bir artıq söz deməyə məncə ehtiyac yoxdur. Sağ tərəf gördüyünüz kimi o keçən tıraşda olan həmin o belə deyək, mikro çapıqlar canlandı təzədən. Amma elə də belə deyək, böyük bir çapıqlar deyil, xırda çapıqları. Buramı kəsmişdim keçən dəfə game changer'la, bu dəfə burada heç bir büruzə vermədi bu kəsdiyim yer ümumiyyətdə. Və ümumilikdə belə tıraş pis alınmadı. Yəni ki, tıraş qəşəngdir. DFS+++, belə deyək, necə deyim sizə. Və 140-lar haqqında yox, sabunu haqqında nə deyə bilərəm? Bu dəfə performans azca fərqli oldu və daha effektiv oldu. Bubble'lar keçən dəfəki kimi belə böyünmədi, yəni ki, öz belə deyək, həcmi saxlayıb köpük, yəni köpük oturmayıb. Keçən dəfəki, yəni dünən yox, sıralı günkü tıraşdan fərqli olaraq görünən odur ki, yəni ki, bunu belə deyək, köpükləndirmək prosesi özəldir bir sözlə, yəni ki, biraz belə deyək, təcrübə tələb edir. Fırça çox qəşəng, çox mükəmməldir, yumuşaqdır. Bir sözlə klassik fırçadır, çox qəşəng. Həm zahiri görünüşü var, həm də ki, performansı çox gözəldir, çox qəşəngdir. Qiyməti üstündədir, yoldaşlar. Kimdə haçansa əgər imkan olsa, yəni ki, məsləhətlidir. Alsaz, yəni peşman olmazsınız. Amma ki, ay yox, mütləq alın, cibinizə uyğun. Çünki misal üçün o keçən dəfə istifadə etdiyim Prorasonun Omega hazırladığı bu fırça da qiymətinə görə pis deyil, performansa görə, yəni ki, elə də böyük fərqlər yoxdur bu ikisinin arasında. Boy boxumları da belə deyil, biraz belə. Mən bunu yuyum tez bir zamanda və sizə göstərim. Performanslarda elə böyük bir fərq yoxdur. Düzdür, Simug'un fırçası daha yumuşaqdır, daha qıvraqdır. Çox güman ki, onun o loftun uzunluğuna görə, yəni ki, bu kimi məqamlar var. Bu Prorasonun Omega hazırladığı Proraso üçün fırçanın loftu daha azca uzundur gördüyünüz kimi və təbii ki, ona görə biraz belə deyək, xət çəkməyi də zətdə, yəni o ki, açılır. Yəni demək deyil ki, pisdir, yəni ki, açılır, böyükdür. Yəni xət qoya bilmirsiniz, gəlib çıxır mənim əynəklərimə bu köpük. Burada isə heç nə olmadı, yəni əynəklərim tərtəmizdir.
Bu mənada. Qalan amma bu belə deyim, yumşaqlığı falanı demək olar ki, eynidir. Yəni ki, azca fərqləri var. Onu da belə bir təcrübə olan kimsə, yəni o fərqi hiss edə bilər. Elə düşünürəm. Amma yenə də çox qəşəngdir. Qoyuruq qırağa. Bu fırça haqqında, sabun haqqında dedim. Sabun performansı qəşəngdir, pis deyil, xoşuma gəlir. Elə də tez oturmur. Qurumur, o Praraso ilə sabunları kimi. Sürüşkənliyi superdir. Kifayət qədər sürüşkəndir. Yəni üstündə sürüşkənliyi. Sonda ikinci pərdədən sonra hiss olunurdu ki, artıq əlim yapışır azca. Onu da biraz nemləndirsəydim sadəcə olaraq su ilə. Yəni sürüşkənlik bərpa olunur. Yəni ki, sabunun belə bir effekti var. Çox qəşəng sabundur, xoşuma gəldi, qoxusu da qəşəngdir. Buradan deməli, çox hörmətli Vasif abiyə təşəkkürlər ki, Fransiyadan bura bizə, Azərbaycana bunu göndərdi. Mən də burada test edib sizə təqdim edirəm bu sabunu. Çox sağ olsunlar. Gələk əsas səbəbkarlara. Deməli, Vizamet tiyələr ilə görünən odur ki, yoldaşlar, ikinci istifadədir, onu da nəzərə alaq. Artıq deməli, həm Game Changer'da, həm bu Rockwell'ın 6S saxtasında tiyə sanki hiss olunurdu, sanki azca dartırdı. İkinci istifadədir. İstəmirəm bunları üçüncü istifadəyə saxlayayım. Artıq məncə bunun belə deyək, ən böyük performansıdır. Olar, misal üçün, üçüncü dəfədə istifadə etmək olar. Bilmirəm, nə dərəcədə o düzgündür. Yəni, mən hələ bir, belə deyək də, testlərin eləyinəyəm. Yəni, istəmirəm, edim. 2 dəfə maksimum. Vizamet tiyələr. Kimsə deyə bilər 4 dəfə, 5 dəfə qırxıram, mən yox. 2 məncə kifayətdir. Və performanslar demək olar ki, eynidir hər ikisinin. Deməli, 4-cü plita Rockwell və Razorok Game Changer 84. Fərqləri nədir? Deməli, performansda daha qıvraq Razorokdur. Yəni, daha qıvraqdır. Həm də ki, bu burnun altında falan. Və böyümə istiqamətdə qırxarkən artıq hiss olunurdu ki, Razorok Game Changer daha sürətlidir bu performansda. Yəni tez bir zamanda siz əlinizdə həm yüngül hiss olunur. Bunun başlığı biraz belə deyək, kifayət qədər ağırdır və ağır olduğuna görə, yəni ki, onu da bir belə deyək, çalışırsınız onu əslində heç bir təzyiq etməməlisiniz, tam boş buraxmalısınız, amma yenə də onu nəzarət etmək lazımdır. Və bu kimi məqamlara görə, yəni ki, bu bir növ biraz mənfi hal kimidir. Amma hər ikisi deməli, çox komfortlu üz qırxanlardır. Dediyim kimi, kifayət qədər, yəni ki, effektivdirlər. Azca, deməli, Game Changer performansı daha xoşuma gəldi. Burada məndə bu problemli yerdə o Rockwell saxladı yenə də. Növbəti, deməli, hansısa bir testdə mən Game Changer'ı keçirdəcəyəm sağ tərəfə görə nə olur. Görünən odur ki, yəni ki, öhdəsindən gələnmədi, yəni bacardığı bu idi. Burada misal üçün BBS-ə daha çox yaxın olduğu zaman bu sol tərəfim, sağ tərəfdə bu boğaz altı, buralar, kələmin altı, buralar daha biraz aşağı səviyyədə qırxıb. Amma yenə də Müller Rocka ilə, yəni nisbətdə, yəni ki, mübahisədə Rockwell'ın bu saxtası 6S daha komfortludur və daha biraz belə deyək, azca performansında yaxşıdır. Effektivliyi deyə bilmərəm, yenə də, yəni ki, onlar hamısı sual altındadır. Amma gündəlik tiraj üçün daha çox məncə bu Rockwell 6S-in 4-cü plitəsi daha çox yarıyır. Game Changer yoldaşlar, Game Changer həqiqətən də Game Changerdir, yəni ki, oyunu dəyişən. Çox qəşəng üz qırxandır, xoşuma gəlir. Bu, ümumiyyətlə, bu iki üz qırxan birinci yerdə, deməli, mənim üçün Rockwell'dir. Bu onun saxtasıdır, düzdür, orijinal deyil. Amma yenə də orijinaldan fərqlənmir performansda. Yenə də növbəti tirajda çalışaram orijinalı artıq müqayisə edim Game Changer'ın özü ilə, saxtası yox, orijinalı ilə.
və görək nə kimi fərqi hiss edəcəyik. Çalışaram yenə də tiyələri istifadə edim, bu iridium super, nə bilim nə, stainless, super extra stainless blade'lər, iridium bu nizamiyyədir və beləliklə bizdə tam anlayışımız olacaq bu müqayisənin, yəni Rockwell-ın originalı ilə Game Changer-ın arasında nə kimi fərqlər var. Məncə mən bütün iştirakçılar haqqında danışdım. Deməli bir daha bizim çox hörmətli deməli Orxan abiyə təşəkkürlər Arkoya görə və Zingari bu sabına görə Vasif abiyə də təşəkkürlər. Bu notlarda mən sizinlə sağollaşıram. Yoldaşlar sağ olun. Gələn görüşünə qədər. Sağ olun.